Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Bəzən biz hər hansı bir vəhhabiyə və yaxud əhl-i sünnəyə cavab verəndə, rəddiyə verəndə və yaxud onlara sual ünvanlayanda ki, onlar cavab versinlər və yaxud da həmin işi onlar bizə qarşı görəndə bir dəstə meydana çıxır, yazırlar, danışırlar, çıxış edirlər, deyirlər ki, siz vay sizin halınıza firqələrə bölünmüsünüz, dəstələrə bölünmüsünüz, Quran deyir ki, Allahın ipindən yapışın, vəhdət edin, parçalanmayın və s. Siz hamınız cəhənnəmdə yanacaqsınız, çünki firqələrə bölünmüsünüz, ümməti parçalayırsınız və s. Və özlərini bu məsələdə süddən çıxmış ağ qaşıq kimi göstərməyə çalışırlar. Güya bunlar parçalanmayıblar. Güya bunların hər hansı bir məzhəbi yoxdur və özlərini məzhəbsiz kimi qələmə verirlər. Əslində bu insanlar bir mənada belə deyək ki, riyakarlıq edirlər. Niyə görə? Yəni açıq-aşkar mən bunu bu cür deyirəm. Ona görə ki, istər şiəsi olsun, istər sünnisi, açıq-aşkar hərə öz məzhəbini müdafiə edir. Özünü haqlı bilir, qarşı tərəfi batil bilir və hər kəs öz dəlillərini ortaya qoyur. Amma bu insanlar ki, deyirlər bizim məzhəbimiz yoxdur, parçalanmayın, siz cəhənnəm əhlisiz və s. firqələrə bölünmüsünüz, ümməti bölürsünüz. Bu insanların əslində bir məzhəbi mövcuddur, amma gizlədirlər özlərini. Bu da niyə görə əslində meydana çıxır? Ona görə ki, bəzilərinin özlərini və tutduqları yolu müdafiə eləmək qüdrətləri yoxdur, savadları yoxdur. Ona görə də, məsələn, şiə, sünni hərə öz dəlilini qeyd edir. Bunlarda o cür dəlil və yaxud savad yoxdur. Ona görə özlərini meydana atıb, özlərini göstərə bilmirlər. Yəni, özlərini göstərmək riyakarlıq mənasında yox ha. Yəni, məzhəblərini, yollarını, fikirlərini müdafiə eləyə bilmirlər. Bu, bir mənada bundan irəli gəlir ki, bunlar gizli qalırlar, güya heç bir məzhəbləri yoxmuş kimi, güya Quranın buyurduğu müsəlman kimi diqqətdə qalmağa çalışırlar. İkinci məsələ bundan ibarətdir ki, özlərinə qarşı tərəfdən digər məsələn məzhəblər, tayfalar tərəfindən bir ad verilməyib. Ona görə də bunlar məzhəbsiz kimi nəzərdə qalıblar. Və yaxud öz içlərindən bir nəfər düzəməlli bir şəxsiyyət çıxıb, misal üçün də mən bir dənə nümunə deyim, sünnilərin Hənəfi məzhəbi var, Əbu Hənifənin adı ilə qalıb və yaxud Şafii var, onun adı ilə qalıb və yaxud həmin dövrdə şiələr də İmam Sadiqin əleyhissalam dövründə yaşayıblar deyə Hənəfi məzhəbi, Şafii məzhəbi, Həmbəli məzhəbi, onun da müqabilində şiələr seçilməsi üçün məsələn Cəfəri deyiblər, ya İmamiyyə 12 imamı qəbul edən bu cür deyiblər. Bunlarda isə həmin zamanlardan mı deyim, ondan sonra və yaxud müasir zamanımızda mı deyim, elə bir addan tanınmayıblar. Ona görə gizli qalıblar və güya bunların məzhəbi yoxmuş kimi özlərini qələmə verməyə müvəffəq olublar. Amma əslində məzhəbləri yoxdur, əlbəttə ki var. Yəni məzhəb nədir? Sənin fikirlərin, sənin əqidən, sənin getdiyin yol. Yəni bu insanlar müsəlmandırlar da. Deyirlər biz Qurandan başqa heç nə qəbul etmirik. Bunun özü bir dənə məzhəbdir də. Baxırlar Quran-ı Kərimə, hədisi ki atıblar kənara, ağılla düz gəlmir babından hamısını qoyublar kənara. Quran-ı Kərimi götürüblər, Quran-ı Kərimin də ayələrini ata bilmirlər deyə başlayırlar öz ağıllarına uyğun olaraq fırlatmağa. Bunun özü bir məzhəbdir. Yəni sən özü müsəlman sayırsansa, sənin mütləq bu məsələlərdə bir fikrin olmalıdır. Məsələn, sual meydana çıxır ki, Peyğəmbərdən sallallahu aleyhi və səlləm sonra həqiqi Allah xəlifəsi kimdir? Bir dəstə deyir İmam Əlidir əleyhissalam, bir dəstə deyir Əbu Bəkirdir. İmam Əlidir əleyhissalam deyənlər olub şiə, qalanları əhl-i sünnə adı ilə vəhabilər də qoşulublar onlara. Olublar nə? Qeyri-şiə əhl-i sünnə, hər nə deyirsən de. Yaxşı, bu sualı ünvanla bizim məzhəbimiz yoxdur deyən insanlara. Sənin rəyin nədir Əbu Bəkir haqqında? Daha doğrusu sənin rəyin nədir Peyğəmbərdən sonraki xəlifə haqqında? Olsun, sən deyirsən mən Qurandan yapışmışam, yapış Qurandan, bildik. Nədir sənin rəyin Peyğəmbərdən sonraki xəlifə haqqında? Hər nədirsə onun məzhəbidir. Ya deyəcək İmam Əli əleyhissalam şiədən sayılacaq, ya deyəcək Ömər Əbu Bəkirdir, sünnidən sayılacaq, ya deyəcək başqa bir adamdır, bu da olacaq başqa bir ayrı üçüncü məzhəb. Və yaxud deyilən ki, namazı əli bağlı qılırsan, yoxsa əli açıq. Əli bağlıdırsə olacaq əhl-i sünnədən, əli açıqdırsa olacaq şiədən.
nə bilim əlləri başındadirsə, olacaq məsələn başqa bir firqə, yəni labüddür, mütləq birindən olmalısan. Yəni sənin rəyin nədir? Sən əli bağlı qılsan ya əli açıq? Mümkün deyil ki, həm əli bağlı, həm əli açıq qılasan. Ya da nə əli bağlı, nə də əli açıq qılasan. Ya əli bağlı qılacaqsan, olacaqsan sünnidən, ya əli açıq olacaqsan şiədən, ya da deyəcəksən ki, hər ikisi düzdür. Və yaxud dəstəmaz haqqında məhz çəkirsən, yoxsa yuyursan, eyni məsələ. Allahın xəlifəsi necə seçilir barəsində eyni məsələ. Qədrxumda İmam Əlini mövla qəbul edirsən, yoxsa yox, eyni məsələ. Nə rəydirsə o da onun məzhəbidir də. Yəni özlərini elə aparırlar ki, yəni normal düşüncə ağıl sahibi o saat bilir ki, bu insanlarda mütləq bir məzhəbi var. Yəni sənin görüşün varsa bir məsələ barəsində, qəbr əzabı var yoxsa yox, vardırsan, olacaqsan müsəlmanlardan biri, yoxdursan, olacaqsan başqa bir firqə. Digər məsələlər də yüzlərlə, minlərlə bütün məsələlər bu cür. Hansı məsələdə şiə sünni arasında ixtilaf varsa, həmin sualı ver özlərinə Qurancı deyənlərə. Nə cavab versələr məzhəbləri odur. Vəssalam. Ona görə də onların hiylələrinə, onların özlərini gizlətmələrinə aldanmayın. Onlar da bir firqədirlər, onlar da bir məzhəbdirlər, sadəcə üçüncü bir məzhəbdirlər. Misal üçün biz dəfələrlə demişik, bütün ümmətin qəbul etdiyi, vəhdət etdiyi bir məsələ var, möcüzə məsələsi. Bunlar qəbul etmirlər, çəkiblər özlərini qırağa. Bu məsələdə müsəlmanlar parçalanmayıblar, amma bunlar özlərini müsəlman hesab etdikləri halda möcüzəni qəbul etmirlər. İkinci bir firqə əmələ gəliblər, əmələ gətiriblər özlərindən. Və yaxud da İmam Məhdinin Əcəlallahu Teala fərəcəhu şərif gəlməsi haqqında bütün ümmət ittifaq edib. İndi şiə deyir doğulub, qeybdədir, sünni deyir yox doğulacaq. Nəhayətdə hamısı qəbul edib. Amma bunlar deyirlər yox, belə bir şey yoxdur, gəlməyəcək. Bu artıq müsəlman firqəsi ki, bu məsələdə vəhdətdə idi, müsəlman tayfası, müsəlman ümməti, sən artıq gəldin, bölgü yaratdın. Bizdən də beşbətər bölgü yaratdın. Əgər bölgü yaratmaq pisdirsə, onda sən də buyur, möcüzəni qəbul elə, hədisi qəbul elə. Hədisi də bütün ümmət qəbul edib, şiəli, sünnili, vəhhabili hamısı qəbul edib. Bunlar gəliblər, deyiblər, yox, hədisi qoy kənara, boş şeydir, ancaq Quran. Yəni əslində bölgünü özləri ediblər. Sadəcə sayları azdır, bisavaddılar, heç bir yerdə dərs oxumayıblar. Belə deyək ki, danışanda da heç kim ciddiyə almır onları. Bir dəstə özü kimi insanları aldada bilirlər və bu cümlədə özlərini heç bir məzhəbdən olmayan şəxslər kimi göstərməyə çalışırlar. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.